kanalına hoş geldiniz. Bəli dostlar, bugün nə edirik? Bugün birlikdə bir gün keçiririk. Onu həyata keçirməyi istəyirəm ki, mən onu öpüm belə. Roza bunu Nazlı formada, ağır formada ama hiçbir zaman çəkilməyib, bircəməyib. Hər zaman başına başımız var. Estağfurullah. Bəli dostlar, dolu bir gün olacaq dediyim kimi, bəs planımız nədir? Elçi xala Yaşama Dəstək Mərkəzi adına məktəblərə seminar təşkil etməyə başlayıb və mən də bu seminarlarda hər gün bir məktəbə bir seminara gedirik. Çıxış edən 2 uşaqdan biriyəm. Buna görə də səhər saatlarında günortaya kimi falan məktəbdə olacaq, seminarda olacaq yəni. Sonra yenə mərkəzə qayıdacaq və mərkəzdə eyni tempo ilə davam edəcək. Amma bugün həmişəkindən daha gec çıxacaq. Səbəbi isə mərkəzdə iftar verilir bugün. Bir dənə yardımsevər bir xanım mərkəzə iftar təşkil eləyib mərkəzdə. Ona görə də bugün ekstra bir gec çıxacaq mərkəzdən. Amma gəlin şansa baxın ki, mənim oruç tutmadığım vaxta denk gəldi. Maalesef ki. 2-3 gündə oruç tutmam, bəxtimdən də bugünə denk gəldi. Neyse, moralimizi bozmuyoruz. Devam ki. Saat hal-hazırda 6'dır. Ben yatamadım. O yüzden de yatmadım. Durun bir şeyler atıştırım. Sonra da hazırlamaya başlayayım. Hazırlaştığımı çəkməyəcəm. Çünkü onu shorts olarak atacağım. Kombin videosu falan. Ama günümü vloglayacağım. Dırırırım. Evet, yemeğimi yedim geldim. Saat 7'ye işleyip birinci əlimi geyinib kombin videosu çəkəcəm, sonra da makyajı keçəcəm. Onu bilmirəm, bəlkə videosunu çəkərəm, baxacağam. Videomu çəkim, gəlim sonra vlogu təzən açacağam. Mən hazıram. Servis gəldi. Təcili şəkildə sumkamı çıxmalıyam. Bu da eleştiride burada da çağırırlar. Ne diyorsunuz? Şimdi kimse idare edemez. Sağ olun, her vaxtınız xeyir olsun. Hoş gördük hər birinizi. Bizim üçün xoş oldu sizinlə danışmaq, görüşmək. Bahar xanım məlumat verdi size. Mən bugün Yaşama Dəstəyin rəhbəri olaraq belki de çoxunuz sosyal şəbəkədən görmüşsünüz, qarşılaşmışsınız, belki de görməlisiniz. Mən Azərbaycanda nadir mələklərə dəstək olan insanım. Nadir insanlar bu dünyada xəstə deyirlər. Genetik xəstəlik mən hiçbir zaman qəbul etmirəm, amma elmi adı genetik xəstəlikdir. Məcbur bunu demək məcburiyyətindəyik. Amma mən hiçbir zaman onu demək istəmirəm. Çünki onlar necə siz sağlam dünyaya göz açmışsınız, onların da seçimi bu dünyada o cür yaşamaqdır. Onların seçimi deyil, Allah'ın seçimidir. Yəni onlar sizə hiçbir valideyn seçim qarşısında qalsa, evladının doğulduğunuz andan, dünyaya göz açdığınız andan bu cür olsa necə olarsınız? Mən onu tapanda 19 yaşı var. Cəmiyyətdən tamamen kənar, evə məhkum, görünüşüyle her zaman insanlar ona hiçbir zaman sevgi gözüyle bakmıyor. İnsanlar ona her zaman korku, nifrət, heyecan, özündən kənarlaşdırma gözüyle bakır. Bir anlık Rozanın yerini özünüzü hiss edin. Onun hiçbir zaman uşaqlıqda dünyaya göz açtığı anlar hiçbir zaman Roza sevgiyle dindirilmiyor.
Anladınız mı? Körpə uşaq olur, ana sevgi ilə danışdırır, yaxın sevgi ilə danışdırır. Görənlər oynadır, üzündən öpür. Ay Allah, necə gözəl uşaqdır. Bu uşaqların onlara həsrətdir, ondan məhrum olan uşaqlardır. Anladınız mı? Və düşünün, görürsünüz. Hər zaman xalqa yalvarıram. Gecə, gündüz 1 manatınızla dəstək olun. 2 manatınızla dəstək. Niyə? Çünki o qədər ağır bir problemdir ki, həm cəmiyyətə adaptasiya olmalıdır. Rozanın gözünü orada görürsünüz. Rozanın gözü 3 dəfə Türkiyədə əməliyyat olunur. Onun göz qapaqları yox idi, gözlər bağlanmadı. Onu həyata keçirmək üçün və bu təkrarlanır. Roza yenə əməliyyat olacaq və müayinə olunur. Heç bir həkim Azərbaycanda bunun gözünü müayinə edib dərman yaza bilmir. Çünki bilmir. Biz bunu Türkiyə aparmalıyıq 2 aydan bir. Biz cəmiyyət olaraq, hər birimiz, insan olaraq, millət olaraq, şəxsiyyət olaraq, siz hər biriniz bir şəxsiyyətsiniz. Hər biriniz universitetə hazırlaşırsınız, hər biriniz cəmiyyətə yararlı insan olmaq üçün çalışırsınız. Mərhəmətiniz, vicdanınız olmasa 100 oxuyun, istəyir 700 bal toplayın, istəyir ən gözəl vəzifədə olun. Əvvəl-axır o vəzifədən də uzaqlaşacaqsınız. Çünki qəlbində mərhəmət olmayan, vicdan olmayan insan heç bir yerdə bir mövqe tutub dura bilməz. Mərhəmət, vicdan olan yerdə insan ana kimi, yəni uşaqlar bir də hiss edəndə ki, mən onu öpüm biləm. Roza bunu, mən onu nə cür öpdüyümü hiss edərsə, yəni yalan öpdüyümü hiss edərsə, Rozaya heç bir zaman icazə verməz bana. Anladınız? Bir də belə uşaqlar çox həssasdır. Yəni 8 il fikirləşində bəlkə belə dilə alsam da, amma çox uzun bir müddət. Və mən Elcuk xalanın bir dəfə belə bizə çəkinərək yaxınlaşdığını, çəkinərək qucaqladığını görməmişəm. Hər vəziyyətdə görüb Elcuk xala məni. Mazlı formada, ağır formada, amma heç bir zaman çəkinməyib, qırcəməyib. Hər zaman hər vəziyyətdə belə bağında basıb. Cəmiyyətin əgər biz yaşayırızsa, yaşatmalıyıq. Biz hələ uşaqsınız, dərk etmirsiniz. Allah'ı sevən, dərk edən hər anına şükür etsə belə. Sağlam canımıza şükür etməliyik, şikayət etməyə yerinə. Evladımıza şükür etməliyik, şikayət etməyə yerinə. Yaşantımıza şükür etməliyik, yeməyimizə yerinə. Heç bir məktəb kimi deyil, heç bir qurum kimi deyil. Ora fərqli bir dünyadır. Sırf bizim üçün qorxunun olmadığı, yargılayıcı baxışların olmadığı, heç kimin sizə niyə belə etdi, niyə beləsən demədiyi bir dünyadır. Fərqli bir, necə deyir, ütopiyadır ora. Və oranı cəmiyyətdən ayıran budur ki, heç kim məndən nəyinsə, necə olduğunu, nə olduğunu soruşmur. Çünki mən kimidilər, məni anlayırlar. Məndən balaca, böyük bacılarım, qardaşlarım var. Amma ora gələn sizin kimi və yaxud da sizdən böyük olsun xeyriyyatçı bacı qardaşlarımız, əmi dayılarımız var. O xalqın dəstəyi ilə, onların sevgisi ilə ayaqdayıq. Elcuk xala bizi onlara tanıdırdı. Hər zaman bizimlə fəxr edərək danışıb deyanlarla. Mən çünki balalarımı çox sevirəm və mən heç bir zaman tanıtmamışam. Bəzilərinin gözündə ya səhv bir şey deyərəmsə, inciyərsə, qorxusu var idi. Heç yaxınlaşmırdılar, partada tək otururdum. Müəllimlər yəni dərs soruşmurdular məndən, öyrənib getsəm bilə. Yəni onsuz da bilmir, onsuz da bir qabiliyyəti yoxdur deyə düşünürdülər. Yararsız kimi görürlər. Amma olmaz. Cəmiyyətimizdə bir insanı yararsız kimi görə bilmərik. Rozam nədir? Çəkə bilərsinizmi? Bu paltarı biz yeni tədbirimizdə Roza dizayn elədi, təsarruf elədi. Biz uşaqlar bütün hamısı bunu geydirir. Ay, gəldik axır ki, məktəbdə seminar verdik, gəldik. Mən orada çox çəkənmədim, telefonum çantamda oldu deyə. Amma videolardan falan götürə bilsəm, qoyacağım. İndi üzüm falan quruyub quru üzümü kremləyəcəm. Biraz da makyajımı tazeləyəcəm. Sonra da düşəcəm aşağı. Düşüm aşağı, çay falan içim.
Çünkü dilim damağıma yapışdı. Mən elə bilirəm ki, iftar mərkəzdədir. O da restorandaymış. Kimsə təşkil edilmiş, çağırıb dəvət edib. Yəni gedəcəyik Nərmanada hansısa bir restorandadır. Ora gedəcəyik. Akşam. Qostafaram. Allah'ımı da təzəliyim. Məni tənzimlə gəl qatamın oğlum. Səni sevdiyimi verəsən başım. Düşürəm aşağı, resepsiyonda bir-iki işim var. Birinci gedib mətbəxdə çay içəcəm. Çünki dilim damağıma yapışdı. Bəli, yemək yeyəcəyik. İstəyirəm. Telefonu götürəmirəm deyə oraları çəkəmədim. Aslında gəlmir. Telefonda belə çıxardıram, bir işim var. Sabah pankart var, onun altında nömrə səhifəsi var. Ona düz nömrə yazıb kağızdan qoyacağım. Bunları çıxardım. Kəsdim. İndi bunu belə qatlayıb bu formaya gətirəcəm. Finish. Lemon vermə bu maşını 17 min gelip buna verdiğime dedim 19-21'e Honda Elantra vardı mı? Yargılama Leyla, get al. Yani 17 bin var. 56'larda da görüyorum. Atam 19 bin aldı Elantran'da 2018'i. Bu da 2017. Arkadan çok düşür, pis düşür. En azından oyun teşekkürler. Olsun baba. Elantran'da 18 Var ben de veririm. Grande yani Çamik. Valla boğazım Grande tıkandı. çok bahadır da. Grandeur da her daydan var. O 211 gedir be. Söhbəti çevrə etdi, xahiş edirəm. Maşınlardan başım çıxmır. Allah bu neydi ha? Şükürədiyim 26. Var Azərbaycan prezidenti konuşmaq. Hər şey verir. Nətər çəkeyim? Estağfurullah. Mən çox normalam, saçma bax. Mən istəyirəm ki, uşaqlar da Allahu Allah desin, elə görüm necə oxuyacaqlar. Ya Rabbel alemin, Allahu Allah, salli ala Taha'l amin, Allahu Allah, fi kulli vaktin vahyin. Allahu Allah. Eşit Allah dərdimi, bu ahlarımı, rahm eyle, bağışla günahlarımı, hayır eyle hem akşam hem sabah. Çok sağ olun. Dünyamın rahmet, yağmur cennet. Geldi Ramazan, mübarek olsun heyecan. Ramazan, mübarek olsun heyecan. Bəli dostlar, evə gəldim şükür ki, dəhşət dərəcədə yorğunam. Saat hal-hazırda 10-dur. Yəni 6-dan qalxmış adamam. 10-dur, hələ yatmamışam. Əynimi zad dəyişdim, makyajımı çıxartdım. Saçımı da indi yığacam və gedib yatacam. Dəhşət yorğunam, yuxum var. Maraqlı bir gün oldu, çox əyləncəli bir gün oldu.
Ümidvaram ki sizin də xoşunuza gələr. Növbəti video vloqlarda görüşmək diləyilə. Öpdüm.